Salam uşaqlar. Bugünkü dərsimizin mövzusu pullarla hesablamalardır. Hazırsınızsa gəlin başlayaq. Dərsdə öyrənəcəyik pullarla hesablama üsulları, qiymət, miqdar və məbləğ, tapşırıqlar. Bugün Lalə və sinif yoldaşları çox maraqlı bir yerə getmək üçün hazırlaşırdılar. Onlar 15 nəfər şagird idilər və sinif rəhbəri ilə birlikdə 3 valideyn də onlara qoşulacaqdı. Bütün sinif çox sevinirdi, çünki muzeyə gedəcəklərini eşitmişdilər. Muzeyin kassasında qiymətlər yazılmışdı. Uşaqlar üçün 2 manat 50 qəpik, böyüklər üçün isə 5 manat 60 qəpik idi. Lalə əgər onlar hamı üçün bilet alarlarsa, nə qədər pul ödəyəcəklərini düşündü və hesab etməyə başladı. Gəlin bunu hesablamaqda Laləyə kömək edək. Pullarla hesablama üsulları. Verilmiş məbləğləri toplamaq üçün biz manatlarla manatları, qəpiklərlə qəpikləri toplayırıq. Gəlin, verilmiş meyvələrdən 1 kiloqram alan alıcının satıcıya nə qədər məbləğ ödəyəcəyini hesablayaq. 1 kiloqram balanın qiyməti 2 manat 35 qəpik, 1 kiloqram qarpızın qiyməti isə 95 qəpikdir. Gəlin, 2 manat 35 qəpiyin üzərinə gələk 95 qəpini. Bu zaman biz ən birinci qəpiklərlə qəpikləri toplayırıq. 5 üstə gəl 5 eləyir 10, 0 yazıram 1 yadda, 3 üstə gəl 9 eləyir 12, 1 də yaddaydı eləyir 13. Deməli, 35 qəpiyin üzərinə 95 qəpik gələn zaman eləyir 130 qəpik. Biz bilirik ki, 1 manatımız 100 qəpikdir. Ona görə biz 130 qəpiyin 30 qəpik, yəni qəpik hissəsini yazırıq, manat hissəsini 1 manatı yadımızda saxlayırıq. 2 üstə gəl 0 eləyir 2 manat, üzərinə də 1 gəlirik, eləyir 3 manat. Deməli, 1 kiloqram banan alan və 1 kiloqram qarpız alan alıcı satıcıya 3 manat 30 qəpik pul ödəməlidir. Gəlin indi məbləğləri onluq kəsirlə ifadə edən zaman necə hesablayacağıq ona baxaq. Əgər məbləğlər onluq kəsirlə ifadə olunubsa, onluq kəsirlərin toplanması qaydası ilə uyğun şəkildə hesablanır. Yəni 5 üstə gəl 5 eləyir 10, 0 yazıram 1 yadda, 3 üstə gəl 9 eləyir 12, 1 də yadda eləyir 13, 3 yazıram 1 yadda saxlayıram, 2 üstə gəl 0 eləyir 2, üzərinə də 1 gəlirik eləyir 3 və vergülü də yazırıq. Deməli, onluq kəsirlərlə hesablayan zaman cavabımız bərabər olur 3,30 manata. 3,30 manat, 3 manat elə 30 qəpik deməkdir. Bir malın digərindən nə qədər ucuz və yaxud da ki, baha olduğunu hesablamaq üçün onlar arasındakı qiymət fərqli hesablanır. Bu zaman hər iki məhsulun qiyməti eyni ölçü vahidində olmalıdır. Gəlin, ekranda gördüyümüz nümunəyə baxaq. Ekranda çovdar çörəyi və buğda çörəyi verilmişdir. Buğda çörəyinin çovdar çörəyindən nə qədər ucuz olduğunu hesablayaq. Bu zaman verilən qiymətlər bir ədəd üçün nəzərdə tutulmuşdur. Bir ədəd çovdar çörəyi 95 qəpik, 0,95 manat, bir ədəd buğda çörəyi 75 qəpik, yəni 0,75 manatdır. İndi isə gəlin hesablayaq. Birinci manatlar və qəpiklərlə hesablayaq. Bu zaman biz 95 qəpikdən çıxmalıyıq 75 qəpik. 5 qəpikdən 5 qəpik çıxan zaman eləyir 0. 9-dan 7 çıxan zaman eləyir 2. Deməli, bir buğda çörəyi, bir çovdar çörəyindən 20 qəpik ucuzdur. İndi isə gəlin verilmiş qiymətləri onluq kəsirlərlə ifadə edərək hesablayaq. 0,95 manatdan çıxmalıyıq 0,75 manatı. Eyni qayda ilə yerinə yetiririk. 5-dən 5 çıxan zaman eləyir 0, 9-dan 7 çıxan zaman eləyir 2, 0-dan da 0 çıxan zaman eləyir 0. Deməli, cavabımız bərabər olur 0,20 manata. Biz də bilirik ki, 0,20 bərabərdir 0,2 manata. Elə 0,2 manat 20 qəpiyə bərabərdir. Deməli, bir buğda çörəyi, bir çovdar çörəyindən 20 qəpik, yəni 0,2 manat ucuzdur. Qiymət, miqdar və məbləğ. Satılan hər malın qiyməti onun ölçü vahidi ilə müəyyən olunur. Məsələn, marketlərdə çörəyin qiyməti 1 ədəd üçün, pomidorun qiyməti 1 kiloqram üçün, yağın qiyməti isə 1 litr üçün hesablanır. İndi isə gəlin müəyyən maldan eyni miqdarda alan alıcının nə qədər pul ödəyəcəyini tapaq. Ümumi məbləği biz tapmaq üçün miqdarı qiymətə vurmalıyıq.
Məsələn, 3 ədəd çörək alan alıcının nə qədər pul ödəyəcəyini tapaq. Biz bilirik ki, çörəyin qiyməti 0,75 manatdır. Yəni 75 qəpikdir. Biz 3 ədəd çörək alan alıcının nə qədər pul ödəyəcəyini tapmaq üçün 0,75-i 3-ə vurmalıyıq. Gəlin bunu təkrar toplama ilə hesablayaq. Yəni 0,75-in üzərinə gələk. 0,75 üzərinə gəl 0,75. Deməli, cavabımız bərabər olacaq 2,25 manata. Biz də bilirik ki, 2,25 manat bərabərdir 2 manat 25 qəpiyə. Deməli, 3 ədəd çörək alan alıcı 2 manat 25 qəpik, yəni 2,25 manat ödəməlidir. Bəs 2 kiloqram pomidor alan alıcı nə qədər məbləğ ödəməlidir? Bunu tapmaq üçün biz bilirik ki, miqdarımız, yəni pomidorun kiloqramı 2-yə bərabərdir, qiyməti isə 1 manat 20 qəpiyə bərabərdir. Nə qədər məbləğ ödəyəcəyini tapmaq üçün biz 1,20-ni, yəni 1 manat 20 qəpiyi 2-yə vurmalıyıq. Gəlin bunu təkrar toplama ilə hesablayaq. Yəni 1,20 üzərinə gəlirik 1,20-ni. Bu zaman cavabımız bərabər olacaq 2,40 manata. Yəni 2 manat 40 qəpiyə. Deməli 2 kiloqram pomidor olan alıcı 2 manat 40 qəpik pul ödəməlidir. Bu üç kəmiyyətdən ikisi məlum olduqda üçüncünü tapmaq olar. Yəni miqdar, məbləğ və qiymətdən hər hansısa ikisi məlumdursa, digər üçüncünü biz rahatlıqla tapa bilərik. Gəlin nümunəyə baxaq. 4 metr parçanın dəyəri 72 manatdırsa, bu parçanın 1 metrinin qiyməti neçə manatdır? Bizdə miqdarımız məlumdur və ödədiyimiz məbləğ də məlumdur. Biz 1 metrinin qiymətini tapmalıyıq. Bunun üçün məbləği miqdarın sayına bölməliyik. Yəni 72-ni bölürük 4-ə. Və qismətimiz bərabər olur 18-ə. Deməli, 1 metr parçanın qiyməti bərabər olur 18 manata. Gəlin digər nümunəmizə baxaq. Aysel hər birinin qiyməti 4 manat olan kitablara 60 manat ödəyib. O neçə ədəd kitab almışdır? Bu nümunədə uşaqlar hər birinin kitabın 4 manat olduğu məlumdur və kitablara ödənilən ümumi məbləğ isə 60-a bərabərdir. Biz Ayselin neçə ədəd kitab aldığını tapmalıyıq. Bu zaman əgər biz miqdarı tapmalıyıqsa, məbləği bölürük qiymətə, yəni 60 manatı biz bölürük 4 manata. Və artıq bizə məlum olur ki, 60-ı 4-ə böləndə eləyir 15. Aysel 15 ədəd kitab almışdır və hər bir kitabın qiyməti 4 manat olduğu üçün 60 manat pul ödəmişdir. Gəlin nümunələrə baxaq. Fuad biri 80 qəpikdən karandaş aldı və kassaya 3 manat pul verdi. Kassir ona 60 qəpik pul qaytardı. Fuad neçə karandaş aldı? Fuadın neçə karandaş aldığını biz tapmalıyıq. Bu kassaya 3 manat pul verdi. Gəlin 3 manatı biz qəpiklərlə ifadə edib daha rahat hesablayaq. Deməli, biz bilirik ki, 1 manat 100 qəpiyə bərabərdir. Deməli, 3 manat bərabər olacaq 300 qəpiyə. Deməli, Fuadın kassaya ödədiyi ümumi məbləğ 300 qəpik idi. Satıcı ona 60 qəpik qaytardı. Yəni, biz 300 qəpikdən çıxmalıyıq 60 qəpik. Bu zaman bərabər olur 240 qəpiyə. Deməli, Fuad aldığı karandaşlar üçün ümumi 240 qəpik ödəmişdir. Burada məlumdur ki, karandaşın hər biri 80 qəpiyə bərabərdir. Deməli, biz karandaşların sayını tapmaq üçün 240 qəpiyi bölməliyik 80 qəpiyə. Və 240 qəpiyi 80 qəpiyə bölən zaman alınan qismətimiz bərabər olur 3-ə. Deməli, buna əsasən biz deyə bilərik ki, Fuad hər biri 80 qəpikdən olan 3 karandaş almışdır. Növbəti nümunəyə baxaq. Onluq kəsr şəklində yazmaqla cəmi tapın. 9 manat 47 qəpik, üstə gəl 1 manat 30 qəpik. Biz bilirik ki, manat tam hissəni ifadə edir, qəpiklər isə kəsr hissəni ifadə edir. Yəni,
9,47 manat üstəgəl 1 manat 30 qəpiyi də biz 1,30 manat kimi yazırıq. Və yazdıqdan sonra hesablamamızı apara bilərik. 7 üstəgəl 0 bərabərdir 7-yə, 4 üstəgəl 3 bərabərdir 7-yə, 9 üstəgəl 1 bərabərdir 10-a. Yazdıqdan sonra vergülümüzü qoyuruq. Deməli, cavabımız bərabər olur 10,77 manata. Bu da bərabər olur 10 manat 77 qəpiyə. Gəlin yazaq 10 manat 77 qəpik. Növbəti nümunəmizi hesablayaq. Onluq kəsir şəklində yazmaqla fərqi tapın. 70 manat 82 qəpik çıx 10 manat 55 qəpik. Onluq kəsir şəklində yazırıq. 70,82 manat çıx 10,55 manat. İndi gəlin hesablamamızı aparaq. 2-dən 5 çıxa bilmirik. Ona görə 1 əlavə edib 12-dən 5 çıxırıq. 12-dən 5 çıxanda eləyir 7. Bir vahid verdiyimizə görə burada qalmışdı 7. 7-dən 5 çıxırıq. Bərabər olur 2-yə. 0-dan 0 çıxanda eləyir 0. 7-dən 1 çıxanda eləyir 6. Deməli, vergülü də yazmağı unutmuruq. Cavabımız bərabər olur 60,27 manata. Və bu da bərabərdir 60 manat 27 qəpiyə. Uşaqlar, Lalə və sinif yoldaşları artıq qiymətləri rahatlıqla hesablaya bilirlər. Onlara aydındır ki, böyüklər və uşaqlar birlikdə muzeyin biletləri üçün 59 manat 90 qəpik ödəməlidirlər. Tapşırıqlar. Video faizlə verərək ekranda gördüyünüz tapşırığı yerinə yetirin. Tapşırığın izahına baxaq. Ana 6 kiloqram meyvə alsa 2 manat 50 qəpik çatmaz. 4 kiloqram meyvə alsa 1 manat 30 qəpik çatmaz. Ananın nə qədər pulu var? Gəlin baxaq görək. Əgər ana 6 kiloqram əvəzinə 4 kiloqram meyvə alarsa 6 çıx 4 bərabərdir 2-yə. Deməli, meyvənin çəkisinin 2 kiloqram azaldığını görürük. Bu zaman çatışmayan pul da 2 manat 50 qəpik çıx 1 manat 30 qəpik qədər azalar. Yəni 1 manat 20 qəpik azalmış olar. Bu zaman biz deyə bilərik ki, 2 kiloqram meyvənin qiyməti bərabərdir 1 manat 20 qəpiyə. Əgər 2 kiloqram meyvənin qiyməti 1 manat 20 qəpiyə bərabərdirsə, 1 kiloqram meyvənin qiymətini tapmalıyıq. 1 kiloqram meyvənin qiymətini tapmaq üçün 1 manat 20 qəpik qəpik şəklində yazaq. Yəni 120 qəpik 120 qəpik bölək 2-yə. Bu zamanda 1 kiloqram meyvənin qiyməti bərabər olur 60 qəpiyə. Tutaq ki, ana 4 kiloqram meyvə alarsa, gəlin onun ödəyəcəyi məbləği tapaq. Yəni 4 vur 60 bərabər olur 240 qəpiyə. 240 qəpik də elə 2 manat 40 qəpik deməkdir. Bu zaman biz bilirik ki, ananın 1 manat 30 qəpik çatmır. 2 manat 40 qəpikdən çıxırıq 1 manat 30 qəpiyə. Artıq burada bizə aydın olur ki, ananın 1 manat 10 qəpik pulu var. Tapşırıqlar. Video fasilə verərək ekranda gördüyünüz tapşırığı yerinə yetirin. İndi isə gəlin tapşırığın izahına baxaq. Turan 10 qələmə verilən pula 15 dəftər ala bilər. O aldığı qələmlərə 3 manat pul vermişsə, bir qələm bir dəftərdən neçə qəpik baxadır. Məsələnin şərtinə əsasən deyə bilərik ki, Tural həm 10 qələmə, həm də 15 dəftərə 3 manat pul verə bilər. İndi gəlin 3 manat pulu biz qəpiklə ifadə edərək daha rahat hesablayaq. Biz bilirik ki, 1 manat 100 qəpikdirsə, 3 manat bərabər olur 300 qəpiyə. Deməli, Tural 10 qələmə
300 qəpik pul vermişdir. Gəlin tapaq görək ki, Tural bir qələmə nə qədər pul verməlidir? Bir qələm bərabər olur 300 qəpiyi biz bölməliyik 10 qələmin sayına. Yəni 300 böl 10 bərabərdir 30 qəpik. Deməli, bir qələmin qiyməti bərabər olur 30 qəpiyə. Əgər Tural 15 dəftər almaq istəsə, o da həmin dəftərlərin sayı üçün 3 manat, yəni 300 qəpik pul ödəməlidir. Gəlin yazaq. Deməli, 15 dəftər bərabərdir 300 qəpiyə. Gəlin tapaq görək ki, bir dəftər neçə qəpiyə bərabərdir? Bir dəftər bərabər olacaq. Biz 300 qəpiyi bölməliyik dəftərlərin sayına, yəni 15-ə. 300 böl 15. Qismətimiz bərabər olur 20-yə. Deməli, bir dəftərin qiyməti bərabərdir 20 qəpiyə. İndi isə bir qələm bir dəftərdən neçə qəpik bahadır? Biz tapdıq ki, bir qələm 30 qəpikdir, bir dəftər 20 qəpikdir. 30 qəpik çıx 20 qəpik bərabərdir 10 qəpiyə. Deməli, bir qələm bir dəftərdən 10 qəpik bahadır. Uşaqlar, bugün biz sizinlə pullarla hesablamanın üsulları, qiymət, miqdar və məbləğ haqqında öyrəndik. Mövzu ilə bağlı tapşırıqlar işlədik. Ümid edirəm ki, dərsimiz sizin üçün maraqlı idi. Növbəti dərs görüşənədək.